İmamverdi axtarılır. Sabirabadda 3 Mart'ta müəmmalı şəkildə itkin düşüb. İtkin düşmədən öncə bıçaqlanıb. Amma ailəyə kim tərəfindən bıçaqlandığını deməyib. Sözünüzə bizim hörmətli aktyorumuz da dedi, hanım da təkrarladı ki, bəli, elə sirri var ki, o ailədə heç kim bilməməlidir. Və nida işarəsi. Amma, Bergül, amması bir şey var. Bugün də o uşaq, bizim uşağımız, bizim balamız elədir mi? Bu bütün rayonda olan doğmalarından, yadlarından hamıya şübhə ilə baxır. Hamısına. Yox, o şübhə ilə baxmır. Baxır, belə deyil. Mən çünki ona sual verdim, efirə çıxmadan öncə. O dedi ki, mən heç kəsdən şübhələnmirəm. Yox, deməlidir ki, mən gedib əmim oğluna şübhələnirəm, deməlidir ki, dayım oğluna, deməlidir ki, qonşumdan. Bilmədən kimisə günahkar görmüyor olmazaq, bilmiyor. Necə yəni günahkar bilsin? Bu adamın əlində sübutu yox, bir şeyi yox. Yalan nə danışsın? Mən sizə bir söz deyim, Anar müəllim. Bu adamın bildikləri var, sadəcə olaraq özü demək istəmir. İstəyir fırlansın, araşdırsın, eləsin. Bunu Xoşqədəm xanım desin. Bu onu istəyir. Valla mənə əgər varsa elə bir gəlsin desin, mən yenə də onu öz adımdan deyə bilməm. Çəkinir də mən onu başa düşürəm. Xoşqədəm xanımdan nəsə əsaslandırmalıdır. O inanmalıdır ki, bəli, bizim danışdığımız 2 dəfə 2, 4'dür. Onu biləndən sonra deyə bilər də, axı bu xalqa hər şey öpürüb demək olmaz. Olmaz. Ana müəllim, Zülfiyə xanım, elə Gülnar xanım, bayaq dediniz, insanlar fərqlidir də. Bu insan da utancaqdır da. Mart ayından bəri utana qalıbdır da atasını. Və gəlib də atasını ona görə Mart ayından axtara bilmir. O da balaca vaxtdır ki, illərlə vaxt keçib. Anar bəy, bu adam, bu vara İmamverdi. Görürsünüz, alnı açıq, üzü ağ çıxıb oturub burada. Əgər onun bu işdə əli varsa, əmin olun ki, o bura gəlməzdi. Bir. İkincisi, bu adam bilgisi varsa və bu axtarışa yardım edərdi, deyərdi. Bunun bilgisi yoxdur, deyir, suda boğulan saman çöpündən yapışır. Bu adam gəlib bura ki, mənə kömək eləyin də. Kiminsə oğluyor da, biz bağışda mən zaten doğulmamışıq, kətdə bağışda mən qonşudan doğulmamışıq. Biz də kiminsə oğluyor. Kimsə bizim atamız da öyle yapıyor. Bir dəqiqə söz deyim. Amma açıq demək lazım. Bu adam bu dəqiqə şübhələnmədiyi adam qalmır. Və düz deyir, doğma atasıdır. Sabirabad rayonunda hamı yaxşı tanıyır mən özümə. Atamı qoyuram bir qırağa da. Aləmi də tanıyırlar, məni də tanıyırlar. Mən Allah şükür sizdən gizlədiyim yoxdur. Nə var hamısını burada deyirəm. Xahiş edirəm, bildiyinizdə siz deyin. İcazə verin, mən digər talelərə keçməliyim. Nədən mən o tərbiyə Onda niyə başda o zülmü verirlər? Mən o tərbiyəni almamışam ki, gedəm atamı nəyəsə məcbur edirəm ki, mənə deməlisən o. Yox, atamaz. Bir dəqiqə, ay qardaş, ay oğlum yaşındasan. Sənin atonun üzərində ritual həyata keçirilib. O belə ayaqlardan, əllərdən bu ritual deyil, hansısa bir məsələnin cəzalandırılmasıdır. Bu insan deməyəndən sonra mən onu tələb almışsın. 5 ay sakitcə dayanıb bunu araşdırmamısan. Özü də rayon yerində bunu sorağı çıxmalıydı. Hansı dağmanı qoymalıdır, utancaq olma. Atasını öldürürlər, gözün qalı utancaqdır. Bu nə demək ya? Nə demək ya? Mən inanmıram. Anar bəy, siz nə danışırsınız? Nə cavab verir? Dedin ki, sənin üçün nədir? Atağı buraya zülmür. Tapa bilməyib, mən də gəlmişəm Xoşqədəm xanıma müraciət. Da deyilən utanmamışam da. Utanmamışam, o elə bir şeydən utanmamışam. Mən nəzə pis hərəkət eləməmişim. Deməli, burada belə bir məsələ var. Dostlar, gedirsiniz axtarışlarınızı, sonra da heç bir şey ortada olmur, gəlirsiniz Xoşqədəmin yanına. Xoşqədəm də olan şeylərin də o müddətdə üstü bağlanır. İndi Xoşqədəm yenidən onu tapıb çıxarmalıdır. Çünki Xoşqədəm bu 15 ildə yolunu bilir axı ki, nədir, nə deyil, hardan getmək lazımdır, hansı sözü efirdə demək olmaz, hansı sözü efirdə demək olar. Və sonra indi gəl, otur burada sən Xoşqədəm, əziyyət çək. O biri Gəncədən gələn ailə də elədi, bax orada oturubdur kişi. Muradın atası. O da o vəziyyətdədir, bu da bu vəziyyətdədir. Gəl indi tap da Xoşqədəm. Gəl indi tap. Çətindir, əlbəttə ki. Biri var ki, mən bilirəm ki, nəyi hardan getmək olur. Elə sözlər, elə işlər var ki, bu da mənim texnikamdır. Bu da mənim bildiklərim. Taksirli deyən bir şey var. Bu da mənim bildiklərim. Məsələlər var ki, ictimailəşməməlidir bəzi məsələlər. Deyirsiniz, gedirsiniz, görürsünüz, indi bax, heç mən bunu bilmirdim. Bax, burada bildim. Burada bildim. Çətindir. O kişinin də axtarışı çətindir.
Baba onun Muradın axtarışı da, araşdırması da çətin. Çətindir, yəni mən... Ata itirmisən sən, amma bizə fərziyyələr qalır. O kişi bunu deyir, bir bəlkə belə deyir. Gəldi mi Turac? O kişi bunu deyir. Olmaz. Gəldi. Mən dostlar, Marina yazır Davidova, burada da özü oturubdu. Marina'da deməli olan məlumata görə 8 aprel 1965-ci ildə Gəncədə anadan olub. Əslən Yəhudi millətindən olan ailə övladlığa götürüb. Marina ehtimal edir ki, o daşıyıcı ana vasitəsilə dünyaya gəlib. 2 ay sonra da bu ailənin, yəni Davidov Riva Natanovna və Davidov Zaraxya cütlüyünün himayəsinə verilibdir. Bəlkə bu şəkili verək efirə, deməli, atasının şəklini verək. Bəlkə tanıyanlar var Gəncədə, bu hadisədən xəbərdar olanlar var. Bizimlə əlaqə saxlasınlar. O cümlədən Əliyev Vüqar Həqiqətoğlu, deməli, 1996-cı ildə yazır ki, Bakı şəhəri Naxçıvani küçəsində yaşayan, əslən Rus millətindən olan Sinijana Aleksandrovna adlı qızla qohumlarımın vasitəsilə tanış olub nişanlandım. Ancaq 6 aydan sonra aramızda olan mübahisəyə görə o məndən ayrıldı. Bundan sonra tez-tez gedib onların yaşadığı mənzilin qapısını döysəm də açan olmurdu. Çünki anası Lilya mənə demişdi ki, qızım səndən hamilədir. Sinijana'nın baba və nənəsi İsmaillı'da İvanovka kəndində yaşayırdılar. Öz tanışlarımı İvanovka'da onların yaşadığı ünvana göndərdim. Onun hamilə olub olmadığı mənim üçün dəqiq öyrənsinlər. Mənə məlumat verildi ki, o məndən ayrılandan sonra 3 il nənəsigildə yaşayıb və sonra ailə qurub. O ailə quranda 3 yaşında qız uşağı da olub və həmin ailəsindən də 3 övladı olub. Onun ailə qurduğu şəxs də hərbiçi olub. Bir müddət sonra Azərbaycandan Rusiyaya köçüblər. Mən 10 il əvvəl ikinci dəfə ailə qursam da övladım yoxdur. Əliyev Vüqar Həqiqətoğlu Rublyova Sinijana Aleksandrovnanı axtarır, ondan olan qızını axtarır. Bu hadisə olub İsmailinin İvanovka kəndində illər öncə, yəni 1996-cı ildə. Bəlkə bu həyat hekayəsini xatırlayanlar var, bizimlə əlaqə saxlasınlar. O cümlədən burada kim var idi? Özbəkistandan bizə yazanlar vardı. Tapa bilmirəm məktubu. Məktubu tapa bilmirəm. Deməli, Ehsanov Əbdülhəmid, Qocayev Tahir Zahiroğlu'nu axtarır. Yazır ki, sizin verilişinizi sevə-sevə izləyirəm. Sizə yazmaqdan məqsədim əskər yoldaşım Qocayev Tahir Zahiroğlu'nu axtarmaqdır. Biz 1978-80-ci ildə Tahirlə Macaristanda hərbi xidmətdə bir yerdə olmuşuq. Tahir təxminən 67-68 yaşlarında olar. O vaxtlar o mənə Həmid deyərdi. Onu da qeyd edim ki, Tahir Sumqayıt şəhərindən gəlmişdi. Aradan keçən bu qədər illər mənə dostluğumuzu unutdura bilmədi. Tahirin tapılmasında mənə köməklik etmənizi xahiş edirəm. Qocayev Tahir Zahiroğlu Sumqayıtda yaşayıb, bəlkə də yaxınlarından kimsə bizi izləyir və təbii ki, Mənsumənin axtardığı bacısı Tamilla. Anasının adı Almas olubdu. Almas xanım dünyasını dəyişibdi, hələ Tamilla balaca olanda. Sonradan alınan məlumata görə Tamillanı öz xalası götürüb İsrailə gedibdi. İndi bəlkə də Almazı tanıyanlar oldu bu şəkildə. Tanıyanlar oldusa bizimlə əlaqə saxlasınlar və İsraildən bizi çoxlu insanlar izləyir, elə deyil Marina? Nə qədər İsraildən bizi izləyənlər var. Burada onların hamısını öpürəm, salamlayıram. Qəlbimi göndərirəm sizlərə. Bu qardaşımıza. Sənin aton yuxuva da girmir. Bax, Erşad yadınızdadır. Anasının ölümündən bir neçə ay sonra anası dediyinə görə bəlkə də o bilirdi, amma yuxu kimi gəldi burada dedi də. Anası yuxuda demiş ki, mən filan kəs öldürüb.
Sizin heç olmasa ata itib də bu yuxuya da girmir. Atam niyə girmir? Yuxuma girir. Axı mən valla deyəndə bəziləri qeyri-ciddi qarşılaya bilər. Mən yuxulara inanıram da. Yuxularla da çox bizə məlumatlar da valla ötürülür. Elşad bizim üçün faktdır da. Gəldi anasının ölümünü açdı. Nigarın nənəsi. Laçında öldü deyilən o da. Nəsə bilir, deməyə çəkinir. Mən onu demək istəyirəm. Nəysə bilir, gizlə. Mən inanmıram. Çünki özü deyəndən sonra mən fikirləşdim ki, bu 3 ay... Siz də ona niyə belə bu sidq ürəkdən inanırsınız? Mən inanıram çünki bilirəm ki, adam əgər bilsə burada mənim qarşımda durmaz. Mən də sən münsifirəm, mən inanmıram. Yəni o bilsə bir köməkli göstərmək üçün deməlidir, istəmir atası tapılsın. Yox, bizə də inanmırıq olsun. Bizim də fərziyyələrimiz var. Biz də fikirləşirik, oxşar hadisələr çoxdur. Açıq demək lazımdır. Yox, Anar bəy, mən əvvəla o mənim evimin qonağıdır və öz axtarışını mənimlə aparır. Müəllim çox getdiriyor qabağa, elə deyir, nə bilim, belə, elə. Mən nəsə deyirəm, yenə də deyirəm, bilsiydim deyərdim. Birinci polisimizə deyərdim, sonra bura. Siz mən elə biləm ki, sən oturmuşsan, başda qonşu uşaqlarına qız oğlandı. Sopqa oynayırsan, bilirsən də sopqa. Başda elə onu oynayırsan, sənin atanın bu bilirsən, sən nə düşünmüşsən, deməyinə? Mən sənə dərdimi deməyə gəlməmişəm, mümadə demişəm. Baş görsən, ömür bəli, deyəksən, mən ya adamam, istən durub çıxım. Sən mənə söz deyirsən. Mən sənə deyirəm. Və biz də dərdimi istəyirik ki, bəli, heç olmazsa Allah'ım. Deyirsən dərdi, deyirəm qardaş, bilmirəm də, bildiklərimin hamısını mənə demişəm. Biz də bağışlamayı, sən deməyən də öyle. Mən özümü səndən bircə addım da olsa qabaqda istəyirəm. Anar bəy, bizim vaxtımız gedir. Bu araşdırmadır və bu axtarışdır, icazənizlə. O bura gəlibsə, burada bildiyi bir şey varsa özü də bilir ki, deməlidir ki, kömək eləyək. Biz ona dəstək verməliyik. Biz ona necə deyək ki? Nədən? Bilmirəm, özündən soruş da, demirsən ki, o deyil. Mənim yanım burada demir milyonların qabağında gedib polis araşdırma aparır. Gedib deyərdi də bildiyi olsaydı. Deməli, bildiyi yoxdur, naləc qalıb. Atasından xəbərsizdir ki, çıxıb burada milyonların qarşısında kömək istəyir. Biz də ona kömək edək. Bu Damlanın məsələsi deyil. Bəli. Bu Hüseynin məsələsi deyil. Xəbərsə mənim atama nədir? Bu icazənizlə araşdırma. Bu Damlanın Hüseynin məsələsi deyil ki, hərə bir söz desin. Bu adam atasını axtarır. Bu adam çətin axtarışdı və müəmmalı da itkin düşübdür. Bu adam itmədən öncə bıçaqlanıbdır. Deməli, burada nəsə var. İndi biz bu adamın üstünə gedək. Yaxşı, mən onu qınayıram, niyə gəlməmsən? İndi durum, mən burada bunu boğum öldürüm, gəlib də, indi axtarır da. Bizim ixtiyarımız yoxdur ki, niyə gəlmirsən bu sözü? Sualı ümumiyyətlə mənim mədəniyyətimə yaraşmır. Biz deyirik ki, bağışda olanlara deyək ki, bir asal bu Leyla kişi tapılsın. xanımın mən təşəkkürünü verim, çünki bizim vaxtımız buna getdi. Ancaq suallarımızı verək, görək nədir, nə deyil. Yəni, bizim söhbətimiz ancaq buna gedir, bu da vaxt gedir. Görürəm, onun gözəlini görürəm orada. Milanadır, hə adı? Milana, gəl bura görüm. Miray, gəl bura görüm, qaça-qaça gəl bura görüm. O da deyir ki, atası DNK versin və aliment alsın. Uşaqlarınıza alimenti verin, qaçmayın. Miray, gör nə gözəl qızdır bu. Bu nə qəşən qızdır. Bundan gəl bir dənə buradan denən ki, reklamlar de. Miray, baba ora bak, kameraya bak. Reklamlar de, reklamlar. O reklam bir daha cərəsi yoxdur. Nə dedi bilmirəm, reklamlar qısa bir aradan.